Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən öncə ödənilməsini nəzərdə tutub. Moderator BAS məlumat verir ki, bu haqda fond xəbər yayır. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də Muxtar Respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır. Əlavə edək ki, güzəştli şərtlər pensiya hüququna malik şəxslərin pensiyaları bu ayda qrafik üzrə ödəniləcək. Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib. Turkistan az məlumat verir ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü iş günü hesab edilmir. 21 iyun isə şənbə gününə təsadüf edir. Bu il 28 iyun şənbə günü, 29 iyun bazar günüdür. Beləliklə 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günü, 21 iyun isə iş günü olacaq.